İlham əsliyəndə ağzını biraz belələyər adam. Millət var burada. Axı sən mədəniyyət sahəsində çalışan kamerada səni göstərdi. İnsan bir yuxarı qalxıb ağzına belə əsliyər. Gör neçə yaşın var sənin? Kameraya düşməsəydin deməzdim bu haqda. Bir insan əsliyədə bir ağzını tutmaz, ay qorxmaz müəllim. Dünən də, bax bilirsiniz, bəzi hadisələr var ki, biz bunları mütləq efirdən deməliyik. İndi sən də İlhamə, oturmuşsan, bu qədər cəmaat var, özünü tanınmış artıq müğənni olmuşsan. Əsliyəsə ağzını da açmışsan bu boyda, maşallah ağızdakı bu boydadır. Böyük olan ifaçılar hər zaman çox gözəl ifa edirlər. Sən ora. Sonra mənə deyəcəklər ki, sənin gözün kör idi. Niyə irad tutmursan? Bəs danışıq mədəniyyətdən danışırsınız, ədəbdən danışırsınız. Narahat olam, ona görə vallahi başqa şey var. Narahat olma, niyə narahat olursan ki? Gəl, sən ağlayana da gözəl görünürsən ikimizin canı için. Ona görə... Elə adam var ki, ağlamaq ona pis yaraşır. Belə görürsünüz ki, ağlamaq belə pis görünür. Amma elə insan var ki, ağlamaq da ona o qədər gözəl yaraşır. Sən o kateqoriyaya aid qızsan. Sən ağlayanda da gözəl görünürsən. Sənə yanlış məlumat verirlər ki, ağlayanda sən eybəcər olursan. Kim deyib onu sənə? Gəl otur. Hamıdan o el çalırdı. Adı Elgizdir uşağım. Nə gözəl. Ay nə gözəl təsadüfə bax. Ay Allah. Mənim adımı qoymuşsunuz ona. Adam yalandan deyər, hə, yola verdə. Bizciklər yoxdur, saf adamlar. Başqası olsa uşağı verər, qucağa verər. Elgiz, sənə görə qoymuşum. Deyirəm, mənə görə qoymuşsun uşağın adımı, deyir, yox. Bəs kimi nədir Elgiz? Heç kimi. Və hardan götürdünüz siz Elgiz adını? Bilmiyorum, adı yoktu. Tapmayıp adı koyuldu. Ad qutarım qaynayır. Dabırlı oyanası Sən oturdun fikirdi. Kapabilirlər bir dabır verdik. Neyini ektir? Adını Elgiz qoydu. Sən nənəsisən. Gəlirsiniz Elgizlə izləyə. Burada əyləşəcəksiniz. Mən yaxınlaşacağım. Daha sonra ərim var, yox deyim sonra. Söz verirəm. Sən yoldaşın var? Sən Allah. Nə yaxşı. Yox, ailə qurmayıb, anası ölmüş. Hər adı çəkiləndə yazığı dodağı 40 yerdən çatlayır. Allah, niyə beləsiz? Ay Allah. Elə bir dənə söz deyən kimi ağlayacaqsınız. Yoldaşınız var? Hə, odur da. Can, Allah heç kimi, heç bir qadını yoldaşsız eləməsin. Bəzilərinin ağzı isti yerdədir. Bunlar ümumiyyətlə hamısı. Bunlar hamısı ərsizdirlər. Bunların qocaları yox. Oturun, bir məsləhət ver bu qızlara. Bunlar nə yapsınlar, nə inəsinlər ki, bunlar ələ geçsinlər, başına dönərəm sənin. Biri yazıb ki, o gün ki, Elgiz bəyin ərsiz qadınlara qarşı allergiyası var. Zəhləsi gedir ərsiz qadın. Ay oğlum, niyə? Sadəcə mən istəyirəm, hamı xoşbəxt olsun. Sənə təcili ələ getmək lazımdır. Ailə qurmuşsunuz. Bu cürə gözəl xanımı niyə ailə qurmasını? Bu günah deyə bilirsiniz, siz günah iş görürsünüz siz. Valla, bax Quranda da yazılıb ki, hansı insanlar ki ailə qurmurlar, onlar elə bir ki, cəhənnəmə bir addım yaxındılar. Bunu sən biləsən. Həyatda iki hədəfi var. Biri televiziyada işləmək, biri də ərə getmək. Ölür, ürəyə gedir ərə getmək üçün. Ərə gezmək istəyirlər. Bu uşaqlar kimin uşağıdır? Sənin uşaqlarındır. Nə bilim oldu, bir dəstə uşaqla gəlmişsin. Kimdir bu uşaqlar? Nigar sənkilərdir. Bəs bu uşaqlar kimin? Ay gün, sənin uşaqlarındır. Sən müğənnisən. Ay al, amma elə biləm şəkərim var, xəstəsən. Bax. Gəlin siz. Əyləş ay gün. Nə yaş bağları da gətirmişsin, nə qəşəng balaların var. Ay Allah. Nə sənət sahibisən, kimsən, hardan gəlmişsən? Yoldaşın da gəlir. Onu niyə gətirməsən? Daha uşaqlar gətirmişsin, onu da gətirərdin. Uşaqlar yox, bir oğlumu gətirmişəm. Hardadır yoldaşın? Yoldaşım işdə. İndi sən səhnələrə çıxmaq istəyirsən, Bəli. özünü sınamaq istəyirsən. Bəli. Buyur. Getmə kimsəsiz qal sənə qurban. Gələnsin Nəbindən bal sənə qurban. Bal sənə qurban.
Biraz səs tembrində quruluq var, quru. Ürəyində quruluq var, ürəyində. Yəni oxuyanda gərək bir ürəyi dinləyib sonra oxumaq lazım. Əsas odur ki, ürəyində qubar olmasın. Bəli. O oğlan da bax, yazıq bir görkəm var. Sən, o keçəl oğlan, keçəl o, saçı, keçəlsən sən. Sən, hə, gəl. Bu da yazıq baxır bizə. Rəşad da adı. Rəşad, sən də çox belə baxırsan bizə, bax boynunu salmısan, adam ürəyi ağrıyır. Harada işləyirsən sən? İşləmirsən? Bəli. Mən nə yiyirsən maşallah, mənim kimi toppuşsan. Bu nə yiyir belə kök olur? Neçə uşaqsınız? Tək uşaq. Atan anan sağdır? Atam dünyasını dəyişib. Anan pensiyalı, anan pensiyasını yiyirsən? Ama git bir iş tap özvə. Ama yazıqdır da. Ne işləmirsən ay bula? Görək də qismət Allah'tan. Ana qismət Allah oturtdu günürdür. Ne işte? O ananın pensiyasını hökumət anan üçün verir. Ay bala. 34 yaşında bir xəstəliyə indi də arında. Ayrılım evlənib ayrılmışsan. Elə 2 yaşın arasında evlənib də. Niyə ayrıldın? Niyə ayrıldın? Yaqın yazıq qız da qədər acı qalsın evdə. Allah da belə baxardı. Cəmat gəlib ki, ərə gedir ki, ay müəllim, bir çörək görsün, gün görsün. Səhv deyirəm. Düz deyirsiniz. Mən qadın olsaydım, heç vaxt işləməyən kişiyə ərə getməliydim. Yaxşı ki, siz Allah qadın yaratsın. Allah üzmə baxın da, yəni getməzdim. Mən 3 kilo kökəlmişəm, az qala depressiyaya düşüm. Bu paxlava məni nə boyda şişirdir, dayana bilmirəm. Görürəm, qaçıram, oyuna keçirəm, paxlava indi stolun üstündədir, fırlanıram. Stolun başında. Keçirəm, yiyim. Keçirəm o tərəfə fırlanıram stolun başının üstündən, yiyim. Nəsə, getdim birini götürdüm, bəkşə, bir dənə heç nə olmaz. Getdi. Üstündən biraz keçir, bir saat keçir. Təzdən yenə gəlirəm, yenə fırlanıram, baxıram. Onun dərdindən gələk ürəyim gelir. Paxlava çox, bəs o da var, obrisi də var, hamısı da var. Neyiniyim? Bir ölməkdir, xırlamaq nə deməkdir? Deyim, ölçüdə hamımız öləcək. Öləndən sonra deməsinlər ki, yazı ac getdi. Qoy desinlər, tox. Paxlava yedi öldü. Valla. Senin yoluna ölürüm ben. Senin yoluna ölürüm ben. Öyle yandım ben sana ya. Bilsem ki sana olan sevgi anlatacak bir başka kelime bulsam. Vurmadan namerdim ki onu söyler, onu yazardım ya. Kahretsin ben seni geceyle gündüzün arasında sevdim ya. Senin için geldim, senin için tozdum. Bu gönlümü ben senin için yargınım. Atam yox. Mənim də atam yoxdur. Hə? Mənim də atam yoxdur. Can, gəl onda 2 yetim baxlaşır. Cana yetim. Bir sənsə bir də mən yazıq, heç nəyimiz yox. Allah heç bir evladı yetim eləməsin. Sən də yetimsən də, qorxma. Mən 2 dəfə yetiməm. Hə? Can, Hamımız yetimi. Yetimləri yıxmışsan başımdan. Onun da anası, atası yoxdur. Çoxdan ölüblər. Birinin anası yoxdur. Ay, Vay, gör nə günə qalmışıq. Ayıb deyə, ayıbdır. Nəysə, mən bunu videonu göstərdim və Qorxmaz Əlili götürdü mikrofonu, indi baxır qızın geyimlərinə. Qayıtdı Qorxmaz müəllim ki, bu nə geyimdir? Bu ayan geyinib. Mən də dedim ki, vallahi ay Qorxmaz müəllim, olmaz belə, nə bilim, kişi dayı asdı, kəsdi, çapdı, üstündən 3 dəqiqə keçdi, ayan telefon xəttindədir. Qulaq asıb, duza bax. Mən orada əyləşən ekspertləri salamlayıram.
Qorxmaz müəllimi xüsusilə salamlayıram. Qorxmaz müəllim, siz mənim üçün o qədər dəyərlisiniz. Biz uşaq idik, estrada teatr falan belə şirindik. Qorxmaz müəllim, mən yan kimi yanında. Və Qorxmaz müəllim, bax 3 dəqiqə bundan qabaq qızı yıxıb sürüb. Aya, mən səni elə çox istəyirəm ki. Belə qaldım, ağzım açıq qaldı. Bax, belə qaldım, siz də şok oldunuzlar, düzdür? Bu kişi artıq zamanı ilə ayaqlaşmağa başladı. Bax, əvvəl qaçırdır Qorxmaz müəllim. Neçə yaşın var dedi? 34 yaşım var. İstəyirsən ki, belə ailə də qurasan, nəsə alınmayıb deyirsən, nə? Ailə qurub ayrılmışam. Ailə qurub ayrılmışsan. Uşaq var? Xeyr. Neçə il yaşadın? Yəni az müddət. Neçə? 10 gün. Buyur. Niyə deyir? Başa düşdüm ki, ondan sənə ər olmaz, hə? 10 gündə başa düşür. Görsən nə olur? Əyləş. Ona görə anam mənə ər edir. 6 ay eşmişdim. 10 gün. Sevda, sən keçdin. Sevda 10 ay olub gəlir. 11-ci gün dedilər ki... Hə, yola getmədik. Məndən balaca idi, zaksımız yox idi. Qulaq asın, toy falan oldu. Bəli, olmuşdu, yəni normal. Belə 10 gün oldu. 20 gün ərzində toy. Nişan da elə 10 gün içində olur. Mən 5 günə toyum da olub. Ərədə getmişəm. 24 il yaşamışam bir kişi ilə. 5 günə, 5 gün içində. 5 gün içində. Görürsüz? Hardan tapmışdınız ki? Belə də fikrim var. Tapmamışdım. İnstagramda. Nə deyim də? Varlı kişiydi. İngiltərədə də, yəni xarici kişi, xarici. İngilis idi kişi. Bəli, mən ingiliscə də danışıram. Sağ ol, Lətif. İngiliscə danışıram. İngiliscə danışırsan. İngiliscə də Kişi ilə nə dildə danışacaqdı ki? İngiliscə kişi deyir, siz burada tanış olmuşsunuz ingilis kişi ilə. Bəli, bəli. Bu kişinin özü... Bir də sən o ayaqqabı, 6 düz ayaqqabı ilə səhnəyə çıxmağın. Ağrıyırdı, ayağım çox ağrıyırdı. Onda çıxmayaydın da, vacib deyil də. Mən bilmədim siz məni oxumağa dəvət edəcəksiniz. Bə buna güləşməyə gəlmişik. Sən Allah, indi gətirlə, buna bax. Fikir ver, corab, Mariana corab ayağında. Adigə bir dənə çit. İndi düz deyil, paltar gözəl olanda fərqi yoxdur. Çitdəndir, ondan sonra şifondur, yəni nə söhbət onda getmir. Əslində paltar kətanlı idi, təmin bahalı Qalmış paltardı. kimi bir dənə ayaqqabını keçirsən, ayaqla, çıxsan səhnəyə. Mən özüm çox pis oldum. Görürəm ki, o da sənin ayaqlarına baxır. Ayağına baxır, yanındakı qulağına deyir ki, vay, bunun ayaqqabısı yoxdur yazığın ki, belə səhnəyə çıxar. Onu mən eşitdim. Hardan gəlmişsiniz? Şəkidən gəlmişəm. Nə məqsədlə? Mahnı yazmışam. Mahnı yazırsınız? Yazmışam, bəli. Musiqi təhsiliniz var? Xeyr. Və necə yazırsınız mahnını? Yazmışam da, bəli, yazmışam. Not bilmirəm deyəndə indi yazmışam da bitər. Oxuyun görəm. Ay könlümün qubarı, sevə bilsəydim yarı. O bu bağın barıdır, o bağbanın yarıdır. Gözəllik də mələkdir, özü də bir kələkdir. O gələn kimin yarı, üzündə varıdır xalı. Yarı, 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 ay bu gələn kimin yarı, sevilməkdən olur. Sənə bu gün gəlib 3 bacı, biraz oynama uğruyor. Biraz da... Sizin başqa sənədiniz var, mikrofonla da. Ustayam, ustayam. Ged ustalıq elə də. Eləyirəm də mən. Ay deyək. Bir gözünüz görmür deyəsən. Təmiz görmür, heç görmürsən. Bir gözüm təmiz görmür. Bir gözü təmiz görmür. Neçə yaşın var İlyas əmi? 73. Hə, amma çox düşmüsəni. 80-90 yaş vermək olur. 73 nədir ki? 3 yaş. Bax, Qorxmaz əliliyə bax, zaman oğlan oxşur. Oradan 3 yaş böyüksən cəmi. Hani fikir eləmə. Həyatı doya-doya yaşa. Buna bax, üzündə görəcək qırışlı, elə bir 100 yaşındadır kişi. Gör o üzündə bir dənə qırış var Qorxmazın. Maşallah. Həqiqi maraqlıdır ya, görürsünüz. Cəmi 3 yaş arasında fərq var. Elə bir Qorxmazın atası yerində görünür kişi. Ona görə də həyatı dolusu dolu yaşa. Heç şeydə vericim alma, yiyic kef elə. Gözün də düzələcək, dünya şöhrətli doktor, həkim də olacaq inşallah. Allah sizi var eləsin, əyləşin, çox sağ olun. Kim mahlısıdır bu? Ürəyim sıxıldı, bütün enerjim getdi. Bu mahnı... Çox özümü pis hiss elədim. Bəstəkar Mətanət xanım Dadaşova və... Çox pis oldu halım. Mahnı mənə, o qədər pis, o qədər primitiv, nə qədər... Bəstəkar Mətanət xanım da... Zəncir
belə olmamalıdır. Vəhşiləşib, insanlar vəhşiləşib. Bir-biri öldürürlər, bir-biri yeyirlər. Bunlar nə yeyir? Aşağı, bu depresiya meyilli olan insanlar depresiya düşür belə havalarda, amma depresiya düşmək lazım deyil. Sadəcə televizorlarınızı açırsınız, bizim verilişimizə baxırsınız, əhval-ruhiyyəniz gözəl olacaq. Siz buğa bürcüsünüz. Görürsə dava deyil. Bir də ki, bir rəcbə xanım özdə bir əl gəzdirək. Sizə eləyək badam göz, açılsın gözləri də. Sən də başı salaşaq deyə utanırsan da ayıp. Mən öyrəşmişəm da. Cəmat sevgidən danışır, imkan vermirsən qoy bir şey də ağzını açsın. Biraz utan güya ki, desin bu yalan. Gülün anasını da gətirdi, anası necə gözəl qadındır. Nəcə, gülüm anı oydur ki, oxşamamışsınız, demirəm, eybəcərsən. Hədiyyə gəlib bu arada, ölürəm mən hədiyyələr çıxarım. Xəstə olmuşam. Niyə mən belə oldum axı, niyə mənim xarakterim belə dəyişdi? Niyə qalmaq istəmirsən bu ilə? İstəməm, çünki o 2006-da mənə məzlum edib. O döyüb, öldürüb, mən işkəncələ Döyüb öldürdü məndən, insan öləndə torpağın altında olur. Nə döyüb, əzab verir. Həyəcan falan heç nə keçirtmirəm. Mütləq, Həyəcan keçirən vaxtımdır mənim. Sonra Ergiz, bu xanım yeriyir. O deyir maşinalniyə, fiksajı yoxdur. Getdin ki, diyandun, əgər üzr istəyəm. Gəldin burada diyandunsa, bunu diyanmalısan. Bir, iki. Getdin diyandunsa, buna diyanmalıdır. Yoxsa buna verir. Bir gitmeyi diyor, bir gelmeyi diyor. Bir de öğrenmek lazım, daha olmaz. Ama kız değil, ben öğrenmişim daha. Yok, öğrenmemişsin demirəm. Yani ki, çoxluq yoxdur. Gənc və çox kilolu xanım gəlmişdi bizim verilişimizə. 19 yaşı vardı onun. Yox, bu o deyil deyəsəm. 32 yaşı vardı. 4 uşaqlı, 160 kilogram. Və biz onu qəbul elədik. 4 uşaq anası gəlsin, zəhmət olmasa. Bir xatırlatma elə gözləyin. Salam Şəvalə xanım, xoş gəlmişsiniz. Oy, ay Şəvalə sən maşallah, maşallah, nə boydasan sən. Vay, götür mikrofonu. Ağlama, niyə ağlırsan? Sən bilirsən necə insanlar gəlir, nə dərddə insanlar gəlir. Bu bir köklük yanı ki bu. Sən yoldaşın var? Sən Allah, nə yaxşı? Yoldaşım var. Mikrofonla danış. Var, Siz özünüzü daxilən neçə yaşında hiss edirsiniz içinizdə? Mən məsələn 25, siz? Vallahi mən elə bilirəm ki, mənim 25 yaşım var. Amma siz elə bir 70 yaşında kişi kimsiniz? Ruhunuz elədir. Yox, insan bilikləri əldə etdikcə daha da qocalır. Dünyanı daha dərinə getdikcə Getmədən sən dərinliyə gedirsən. İstər-istəməz mexanizm işləyir. Əgər bu sənə əziyyət verirsə, Düz düşüncə tərzi deyil.